Tövbə nədir? Tövbə bu ölü qəlbi, ölü qəlbi. Allah dirildir. Görün nə qədər əzəmətli prosesdir. Biz bilirik ki, Allah bağışla da, sən bağışla deyirsən ha, hər dəfə ölmüş qəlbi dirildir. Ölmüş qəlbə can verir. Tövbə budur. Bu qədər əzəmətli bir prosesdir. Ona görə də deyirlər ki, qoymayın günahın mikrobu ürəyinizə düşsün. Bir dənə mikrob düşdüsə bəzən, bütün hər şeyi xarab edir. Ola bilər sənin bütün işlərin düz olsun, bir dənə eybin olsun, bir dənə eybə fikir verməsin, ola bilsin sənin axırı xarab eləsin. Demirəm, adam gərək bütün eyblərdən hamısından pak olsun ki, yox. Mən deyirəm ki, ola bilər ki, hər işin yaxşıdır, birinə əhəmiyyət vermirsən, bu pisdir. Eybi adamın 10 dənə də olar. Amma əhəmiyyət verər, deyər, məndə bu eybi var, bu pisdir. 10 dənə də eybin olsa, əhəmiyyət versin, tərk eləməyə çalışsın, bu yaxşıdır. Bizcə də eybin olsa, diqqətindən kənarda qalsa. Desin ki, indi bir dənə budur da, bu bir dənə sənin evi yıxacaq, evi yıxacaq. Olur kimi sən bir xərçəng düşür, cana başlayır yayılmağa, belə olacaq. Deyir, bəli, günah qazanan və qazandığı günahla əhatə olunan, yəni günah bunu əhatə eləyəcək, əgər diqqətdən kənarda qalsa, bu şəxslərin yeri cəhənnəmdir. Onlar cəhənnəm əhlidir, orada həmişə qalacaqlar.